Güləm 150 qram. Çiçək tozu 100 qram. Homogenat 100 qram. Arı sütü 10 qram. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 13 iyun 2026-cı il bir müştərimiz üçün möhtəşəm arı məhsullarından bir qarışım hazırlayarıq. Yarım kilogram may balına, 150 qram güləm, 100 qram çiçək tozu, 100 qram homogenat, 10 qram arı sütü qatarıq. Deməli dostlar, baldan başqa bütün arı məhsulları dondurucuda saxlanmalıdır. -17 dərəcə temperaturda ki, öz faydalı elementlərini itirməsinlər. Qarışım hazırlanandan sonra mütləq soyuducu şəraitində saxlanmalıdır. Gündə 2-3 dəfə yeməzdən 20 dəqiqə əvvəl uşaqlara bir çay qaşığı, böyüklər isə bir xörək qaşığı qəbul edə bilər. Qəbul edən zaman taxta qaşıq və yaxud plastik qaşıqdan istifadə etmək məsləhətdir. Bütün arı məhsulları öz təsərrüfatımızdandır. Hər biri də yeni bu il götürdüyümüz məhsullardır. İndi sizə müəyyən qədər məlumat verdim. İndi keçəcəyik qarışımı hazırlamağa. Hələ ki bu arı südünün və homogenatın donu açılmıyor. İndi birazdan qarışımı hazırlayarıq. Homogenatı mən bu cür paketlərə yerləşdirirəm ki, lazımı qədər biz götürüb istifadə edək. Yəni bir dəfəlik açdıq bu qaydada. On qram arı südü, çiçək tozu, bu da güləm. Bu çiçək tozundan arılar tərəfindən hazırlanmış güləm. Demək dostlar, adətən mən güləmi kofe üyüdən aparatda üyüduram ki, burada rahat qarışsın. Amma müştəri bizdən ilk dəfədir bu qarışım sifariş verir deyə mən güləmi üyütmadım. Yəni necə varsa, bax o qaydada edirəm ki, müştəri onu yeyərkən hiss eləsin və həm də ki gözü ilə görsün.
Əssalam, qarışımımız hazır. Bir şey də qoy çatdırım dostlar. Qarışımların hazırlanmasında qiymət arı məhsullarına görə dəyişilir. Müştəri var ki 10 qram arı südü istəyir, müştəri var 20 qram arı südü istəyir və yaxud 300 qram güləm istəyir. Arı məhsullarının azalıb çoxalmasında qiymət fərqi ola bilər. Nuş olsun.